Xoş gördük Altay müəllim. Altay müəllim, bir qədər sonra Avropada yaşayan Azərbaycanlı mühəndislərin forumu başlayacaq. Bu çox mühüm bir hadisədir. Bununla bağlı da bizə ətraflı məlumat verəcəyik. Amma istəyirəm indi Alyansın toplantısı ilə bağlı fikirlərinizi bildirəsiniz. İstədiyiniz kimi keçdimi toplantı? Çox sağ olun Məsələ xanım. Bəli, biz Almanya Azərbaycan Alyansı İdarəçinin toplantısını keçirdik. Cənab Fuad müəllim də toplantıya qatıldı. Bugünə qədər gördüyümüz işlərlə bağlı hesabat dinlənildi və bildiyiniz kimi Alyansın yeni tərkibi idarəçi seçildikdən sonraki ən böyük tədbirimiz bu gün birazdan başlayacaq. Avropada yaşayan Azərbaycan mühəndislərin ikinci forumu. Forumla bağlı təşkilatı məsələlərlə bağlı fikir mübadiləsi aparıldı və uğurlu bir idarə toplantısı keçirildi. Çox ciddi müzakirələr aparıldı, səmimi müzakirələr aparıldı və təkliflər verildi. Bilmək istəyirdim, təkliflər nə qədər reallıdır? Məsələ xanım, bildiyiniz kimi Almanya Azərbaycanlıları Alyansının yeni idarə heyəti olaraq biz gördüyümüz işləri daha kompleks və daha nizamlı görməklə bağlı işlər üzərində işləyirik. Daha proqramlı çalışmaq üzərində işləyirik. Bununla bağlı konsepsiyanın hazırlanması, öncədən illik iş planının hazırlanması, bundan başqa iş bölgüsünün aparılması da önəmli nüanslardan biridir. Buna bağlı ciddi müzakirələr oldu və ümid edirəm ki, sizin növbəti hesabat toplantımızda bunun nəticələrini sizə görəcəksiniz. Təşəkkür edirəm. Buyurun, sağ olun.